Və biz bir süjet hazırlamışıq. Mən təklif edirəm ki, həmin süjetə bərabər baxaq. Düzdür, hazırlansın süjet təqdim olunana qədər. Mən istəyirəm ki, bir fikirlərinizi. Fəriz bəy, siz söylədiniz ki, ayın sonunda mühüm bir tədbir keçiriləcək. Nədən ibarətdir bu tədbir? Bu konfrans da, yəni Muzeylər və Mədəni İrs Konfransı Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunub. Qeyd eləyək ki, noyabr ayının sonlarında 24 və 26 noyabr tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubiley tədbirləri keçiriləcək. Dünyanın bir çox məşhur muzeylərinin rəhbərləri, yəni Azərbaycana dəvət olunublar. Hətta ola bilsin ki, Topkapı Sarayı Muzeyinin direktoru da olsun burada. Əskəri Muzeyinin də direktorunu biz, yəni müze komandanını belə deyək. Yəni onu da dəvət eləmişik. İnşallah, yəni onlar da indi belə əksilər çıxmasa, yəni Azərbaycana gələrlər. İnşallah. Fariz bəy, amma söz verin ki, çox arzu edir ki, Mahmuda xanımın qızı da muzey əməkdaşıdır, onu da dəvət eləyəcəksiniz. Biz buradan söyləyək ki, Mahmuda xanım da qızına söyləsin, dəvət eləyəcəksiniz onu Azərbaycana bu tədbirdə iştirak eləməyə. İnşallah. İnşallah. Çox yaxşı, uğurlar arzu edirik sizə bu tədbirin keçirilməsində və yekun olaraq mən sizin bax bugünkü bu muzey ilə bağlı söhbətlərimizə bir fikrinizi öyrənmək istərdik. Bəlkə bir çağırışınız var insanlara ki, muzeylərə qarşı biganə olmayaq, düzdürmü? Kesinlikle haklısınız. Ben şu mesajı bir kere daha yinelemek istiyorum. Müzeler insanın geçmişini sunan mekanlar. Dolayısıyla lütfen herkes küçükten büyüğe müzelere ziyarette bulunup tarihine sahip çıkmayı öğrensin. Onlar bizim atalarımızın mirası, geçmişin mühürleri. Biz onlarsız olamayız. Gelecek nesillere o eserleri bırakabilmek adına sadece yetkililerin değil, halkın veya halkların tümden buna sahip çıkması gerekiyor. Yani gerek müzelere, gerek tarihi mirasımıza tümden sahip çıkması gerekiyor. Ben bu mesajı vermek istiyorum. Çok güzel anlattınız fikirlerinizi. Çok minnettarım size. Ahmet Bey buyurun. Biraz önceki bölümde Nergis Hanım da bahsetti. İki türlü kültürel miras var. Bir tanesi maddi kültür ürünleri, işte yapılar, tarihi dokular, sanat eserleri. Bir de gözle görülemeyen, elle tutulamayan gelenek, görenekler, ananeler var. Tabii biz müzelerimizde daha çok maddi kültür ürünlerini muhafaza ediyoruz. Müzelerimizde muhafaza ettiğimiz antik ve etnografik eserlerin hepsi milletimizin, bizim genetik kodlarımızın, genetik şifrelerimizin adeta belgeleri durumundalar. Evet. Benim ana bilim dalım el dokumaları. Ben hep şunu söylüyorum. İnsan hayatı için ekmek, su ve oksijenden sonra dördüncü en önemli unsur dokuma. Doğrudur. Çünkü doğuyorsunuz, adına bizim Anadolu'da zıbın dediğimiz bir dokuma parçasına sarıyorlar sizi. Tüm hayatınız boyunca dokumalarla iç içe yaşıyorsunuz. Dış giyiminiz, iç giyiminiz, yer yaygınız, masa örtünüz, sofra beziniz, evinizin mahremiyetini gizlediğiniz perdeniz ve kaçınılmaz son olan ölüm kapınızı çaldığında da yine bu dünyayı sizinle bir tek şey terk ediyor. Yine dokuma terk ediyor. Evet. Ve dokumalar, tabii Türk milleti milattan önceki dönemlerden günümüze dokumalar konusunda da dünyaya önderlik etmiş bir millettir. Bu konuda halılarımız, kilimlerimiz, içerdikleri sembol diliyle, ikonografiyle de tüm dünyaya mesajlar vermiş, tüm dünyaya önderlik etmiş örnek ürünlerdir. Ben size çok teşekkür ediyorum bize bu fırsatı verdiğiniz için. Ve buradan sizler aracılığıyla Büyük Turan Yurdu Orta Asya'dan Anadolu'ya, Balkanlara, tüm Türk dünyasına selamlarımı, saygılarımı gönderiyorum. Çok sağ olun. Ben eminim ki bu salamlarınız ünvanına yetti. Çünkü bizi bütün Türk dünyası izleyir. Bize hamı bakır. Yalnız efirde Türkiye, Azerbaycan olarak görünür. Ama əhatə dairemiz çok genişti. Elbette. Bizi izleyenler çok genişti. Ve her bir bizi izleyen Türk insanına salamlarımızı getiririk. Alkışlayaq Əhməd Bey'im, Mükerrem Hanım'ı ve Fariz Bey'i. Çok sağ olun programımızdaki iştirakınıza göre. Teşekkür ederiz size. Biz bugün muzeylərdən danışırıq və Azərbaycanın əlbəttə ki, ən məşhur tarixi məkanlarından biri də bizim Şirvanşahlar kompleksidir. Şirvanşahlar muzeyidir və bizim növbəti süjetimiz bu muzey haqqındadır. Ardından isə gözəl bir musiki ilə davam edəcəyik.
Tarixi mənbələrdə bildirilir ki, 15-ci əsrin abidəsi olan Şirvanşahlar Sarayı 1420-ci ildə Dərbəndi sülaləsindən olan Şirvanşah 1-ci Xəlullahın sifarişi ilə tikilib. Sarayın tikilməsinə səbəb isə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi idi. O vaxta qədər Şirvanşahların paytaxtı Şamaxı şəhəri olub. İçəri şəhərin ən yüksək hissəsində yerləşən 9 tikilinin daxil olduğu bu kompleks o dövrdə Azərbaycanda ən əzəmətli tikili hesab olunub. 100 il ərzində tikilib başa çatan kompleksin binaları yerin relyefinə uyğun olaraq əsasən 3 səviyyədə inşa edilib. Ərazinin ən yüksək yerində olan yuxarı həyətdə 15-ci əsrin 20-ci illərində tikilən sarayın əsas binası və 1450-ci illərdə salınan divanxan yerləşir. Aşağı həyətdə yerləşən 1435-ci ildə tikilən türbə və 1441-42-ci illərdə salınan Minarəli Şah məscidinin kompleksdə xüsusi yeri var. Yuxarı həyətin yaxınlığında 1450-60-cı illərdə tikilən Seyid Yəhya Bakovinin türbəsi yerləşir. Sarayın daşları üzərindəki yazılar, memarlıq elementləri, bədii uymalar bu abidənin Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edir. Sarayın əsas binası Badamdar adlanan məşhur yerli daşlardan tikilib. 2 mərtəbəli olan binanın birinci mərtəbəsi 27, ikinci mərtəbəsi isə 25 otaqdan ibarət olub. Divanxana adlanan bu abidə kompleksin ən maraqlı tikililərindəndir. Divanxananın ərazisində müxtəlif məqsədlərlə istifadə olunan quyular var. Bu quyulardan birinin tarixçəsi daha maraqlıdır. Gördüyünüz bu quyuya süd quyusu deyirdilər. Rəvayətə görə Südəmər körpəsi olan anaların südü çəkiləndə bu quyuya ziyarətə gələrdilər. Sil cizgiləri və bəzək işlərinin natamamlığı divanxananın tarixinin 15-ci əsrin sonuna aid olduğunu göstərir. Binanın əsasını 8 bucaqlı salon təşkil edir. Divanxananın üzərində onun nə məqsədlə tikildiyini göstərən kitabə qalmayıb. Odur ki, buranı ancaq şərti olaraq divanxana, dövlət məşvərət yeri, dövlət işlərinin keçirildiyi yer adlandırırlar. Gördüyünüz bu pilləkənlər 15-ci əsrə aiddir. Hündürlüyünə görə müasir pilləkənlərdən xeyli fərqlənirlər. Bunun da səbəbi var. Şirvanşah 1-ci Xərullah uca boy olduğuna görə bu pilləkənlər də belə salınıb. Bu pilləkənlər bizi sarayın orta həyətinə aparır. Orta həyətdə vaxtilə saray kompleksinə daxil olan digər bir abidə, Keyqubad məscidi olub. Hazırda məscidin yalnız qalıqları qalıb. Şərq darvazasının kompleksdə xüsusi yeri var. Bu tikili başqalarından fərqli olaraq 15 deyil, 16-cı əsrdə tikilib. Darvazanın üzərində bir kitabə var ki, həmin kitabədə binanın Təbrizli memar Əmir Şah Vəliyənkuhi tərəfindən tikildiyi bildirilir. Memar ansamblın vəhdətini qoruyub saxlamaq istəsə də, hərbi hadisələrin həddən artıq çoxaldığı həmin dövr memarlığında baş verən tənəzzüldən qaça bilməyib. Darvazanın yuxarı hissəsi ərəbcə yazılmış kitabə ilə bəzədilib. Ən adil və müəzzəm Sultan Murad xanın hakimiyyəti zamanında 944-cü ildə bu nəcib imarəti tikməyi Ulu Rəcəb Baba Bakuyə əmr edib. Kitabənin hər iki tərəfində naxışlı xonça var. Saray kompleksinə daxil olan tikililərdən birini xalq arasında dərviş türbəsi kimi tanınan Seyid Yəhya Bakovinin məqbərəsi təşkil edir. Bəzi mənbələrdə deyilir ki, 1501-ci ildə Şirvanşah Fərrux Yasarın ölümündən sonra Şah İsmailin qoşunları Bakı qalasını almış və türbədəki cənazələri yandırmışdı. Arxeoloqların 1945-ci ildə apardıqları qazıntılar bu ehtimalı təkzib edir. Qəbirlər olduğu kimi saxlanılsa da baş daşları qalmayıb. Arxeoloji araşdırmalar zamanı təsdiq olunub ki, 1-ci Şirvanşah Xəlullahın anası və oğlu, eləcə də digər ailə üzvləri burada dəfn ediliblər. Şah məscidi isə zahiri memarlıq quruluşuna görə çox sadədir. Məsciddə 2 ibadət zalı var. Böyük ölçüdə olan zal kişilər üçün, kiçik zal isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsinin üzərində olan kitabədə binanın 1442-ci ildə Şirvanşah 1-ci Xəlullah tərəfindən salındığı göstərilir. Azərbaycanda turizm sektorunun genişləndirilməsi ilə əlaqədar olaraq istirahət və əyləncə komplekslərinin sayı artmaqdadır. Bunlarla yanaşı turizmin inkişafında qədim memarlıq abidələrinin də mühüm əhəmiyyəti var. Şirvanşahlar Sarayı Tarixi Qoruq Muzeyi məhz belə abidələrdəndir. Bu tarixi abidə ilə yaxından tanış olmaq istəyənlər Şirvanşahlar kompleksinə üz tuta bilərlər.